Salamlar, vaxtınız xeyir olsun değerli Sibsi Sport izləyiciləri. 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bugün 4-cü oyununa çıxacaq. Rəqib Şotlandiyadır. Bir qrupunda mübarizə aparır komandamız. Bu qrupda hazırda Portuqaliya və Çexiya seçmələri 3 oyundan maksimum nəticə toplayaraq 9 xalla qrupa başçılıq edirlər. Bolqarıstanın 4, Şotlandiyanın 3, Azərbaycanın 1, Cəbəl Tariqin isə xalı yox. Qeydimki qarşılaşmanın üçüncü Mustafa Kemal şərh eləyir. Son yoxlanışları edir Qazaxıstanlı Hakimlər Briqadası. Hər şey hazırdır. Uğurlar Azərbaycan. Hikmət topu yenidən irəliyə yolladı. Xəyal Əliyev bu şəkildə irələməyə sevir. Nihada qarşı qayda pozuntusu hakim üstünlüyə buraxdı. Xəyalın zərbəsi, dirək və gol! Xəyal Əliyev əla baxımlı qola imza atır. Oyunun 7-ci dəqiqəsində 21 yaşlarımız Şotlandlarla qarşılaşmada hesab dönə keçirlər. Hikmət əla davam etdirdi hücumu. Nihat Xəyalı gördü burada. Hər hansı bir qayda pozuntusu yox idi. Bizə qarşı var idi, amma hakim doğru olanını etdi və Xəyal Əliyev uzaq altılıq nişan aldı. 1-0. Xəyaldan əla performans, əla çıxış. Sərgər dəqiqliyi ilə nişan aldı. Altılığı və burada Wright Adams Şotlandiyanın qapıçısı da komandasının dadına çata bilmədi. Barzı aparırdılar, topu almaq mümkün olmadı. Nihat Əhmədzadə soldan hücum uzam eləyir. Nihat başını qaldırdı, geriyə də ötürmək verə bilər. Rüfət yaxınlığında Nihat. İndi Rüfətlə oynayır, Rüfət Abbasov. Keçdi rəqibindən, əla hərəkətlər Rüfətdən. Qapı önünə və burada Xəyal ikinci cəhət alınmadı. O növbətdə və yaxın oldu Xəyal Əliyevlə. Yaxşı formada olmurlar. İndi Xəyal Əliyevlə hücumumuz. Xəyal bir xeyli yol qət elədi. Xəyal başını qaldırır. Ötürmə Şotlandiyanın qapısı önündə deyildi. Geridən Eşqinin zərbəsi. Top qapıdan yan keçir. Əla düşündü Xəyal. İlk olaraq düşündüm ki, topu Şotlandiyanın qapısı önünə yollayacaq orada. Çünki iki futbolçumuz var idi, amma geriyə gəldi ötürmə. Eşqin Əhmədov uzaqlardan gəldi. Zərbəsi də pis deyildi. Ötürmə Solucanha. Zərbə indirmək üçün fürsət axtarır Şotlandiyalı qapıcı və top qapımızdan keçir. Təəssüf. Oyunun 33-cü dəqiqəsində hesab bərabərləşir. Əslində ciddi, böyük təhlükə yaranmamışdı qapımız önündə. Sadə bir hücum qurmuşdular. Hətta top yol üstü deyəsən bizim futbolçulardan kiməsə də dəydi. Baxaq indi təkrarına. Burada ofsayd yoxdur. Bəli, toxunuş var idi. Burak Kursayni daha dəqiq demək olacaq. Futbolçularımıza qarşı verdiyi qərar ürək açan deyil və top qapımızdan keçir. 2-1. Amma nə Hikmətin epizodunu unutmuruq, nə də ki, bax indiki epizodu. Hikmətin epizodunda aşağı şəkildə penaltidən məhrum olduqsa, bu epizodda da rəqib futbolçuya vərəqə göstərilmədi. 5 nömrələri fərqlənir. Ukrem. Şotlandlar hesabda önə çıxırlar. İnsanlar vəziyyətlərdə nə qədər təhlükəli olduqlarını qeyd etmişdim. Və bu da ilk sənə final ofdi. Sayad Qarabayev ilk yarını yekunlaşdırır. İkincisi başlayır, uğurlar komandamıza. Xəyal dərhal irəlidə sürət yağdırdı və burada Xəyala qarşı qayda pozulub. Vərəqənin rəngi necə olacaq, cənab hakim? Qırmızı vərəqə, tamamilə doğrudur. Müller meydandan qovulur, Şotlandiyanın heyətində. Xəyal sona qədər qaçdı, sona qədər mübarizədən qopmadı və rəqibə qırmızı vərəqə aldırmağı bacarır. Xəyal Əliyev, bravo. Fikir verin burada. İşarə gəldi. Hikmətin zərbəsi, bu da edən top və penalti. 11 metrlik cərmə zərbəsi Şotlandiyanın qapısına təyin olunur. Burada top Mebudun əlinə dəymişdi. Hikmətin zərbəsindən sonra top burada açıq şəkildə
Əlini açdı burada Mebude. Və topun istiqamətini, zərbənin istiqamətini dəyişdirdi və qərar işarə gəldi. Xəyal Əliyev. Xəyal yaxınlaşır və gol! 2-2 Xəyal Əliyev. Gol vuran ayaqların dərd görməsin Xəyal. Oyunun 49-cu dəqiqəsində Xəyal özünün və komandasının ikinci qolunu vurur. 2-2. Hikmət Cəbrayılzadə burada penalti qazandırdı komandamıza və ardınca Xəyal hesabı bərabərləşdirən qola imza atır. Status quo bərpa olunur. Hər şey yenidən başlayacaq. Geri dönüşün ocağını yandırdıq və indi hesabda önə keçmək barədə də düşünə bilərik rəqib, çünki bir nəfər azlıqda qalıb. Ötürmə qapımız önünə, bu dəfə tir Səlim Əşmovun da adına çatdı. Başla zərbə Şotlandiyalı futbolçudan gəlir. Oyun ikinci hissədə daxil olan Harding. Samuel Harding zərbə indirdi. Hər şey yaxşı qutardı komandamız üçün. Mebude, yenidən Lorenz. Lorenz zərbə! Burada qapıcımız Səlim Əşimov. Bunun qapıya daxil olmasına imkan vermədi. Bravo Səlim. Ötürmə qapımız önünə burada. Uzaqlaşdırmamışıq hələ ki topu. İmkan verməyir Səlim Əşimov. Yenə Səlim. Yenə səhvsizdir və yenə komandamızı qoldan xilas eləyir. Amma sol janatdan hücum davam eləyir. Yerli ötürmə burada top çıxdı. Dərindən nəfəs aldıq. Topun qapımızdan keçməməsi üçün dua etməyə hazır idik artıq. Murad Məmmədov topu önünə düşdü. Muradın sola çevirir. Şahin İbrahimov buradadır. Əldə Xəyal var. Şahin zərbəsi Şahinin və gol! 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 Şahin hesabı 3 eləyir. Şahin bizi yenidən bu görüşdə hesabda önə keçirir. Bravo uşaqlar, bravo Murad, bravo Xəyal, bravo Şahin. 3-2, 79-cu dəqiqə. 21 yaşlarımız üstünlüyü qazanırlar Şotlandlarla görüşdə. Baxırıq, uzun ötürmə eşkindən gəldi. Burada ötürmədə yanlışlığa rəqib yol verdi. Murad Məmmədov dəqiqə oynadı. Gördü komanda yoldaşını Şahin götürdü məsuliyyət üzərinə. Bal kimi qola imza attı. Adams əlini çatmadı. Adamsın əli çatmadı və Şahin hətta top yolu üstü Kolbi Donovana da dəymişdi. Və tora qovuşur, tora daxil olur. Hesabda öndə olan tərəf bizi. Şahin İbrahimov ikinci hissədə oyuna daxil oldu. Ötürmə qapımız önünə, başla zərbə imkan verməyin Mebude. Tora deyərək meydanı tərk eləyir. Top ələ keçirdi. İndi əks hücum şansı solda Qadadaş qaçır. Şahin ötürməsi irəliyə. Murad Məmmədov sağdadır. Hələ hücumumuz davam edəcək. Daha da təhlükəli hal ala bilər. Murad soluna çəkdi. Muradın zərbəsi yumuşaq alanda amma fərqli qərar verib ötürmə də verə bilərdi. Ötürmə qapımız önünə. Səlim çıxara bilmədik. Təəssüf. Təəssüf. Burada isə Şotlandiyalı qapçıya bir yan xəta kimi yəqin ki, yox o da görmədi. Sarı vərəqə hətta daha da kəskin şəkildə hakim. Bəli, qırmızı vərəqə Mebude'yə göstərildi. Düşünürəm ki, o vərəqənin biri də Şotlandiyalı qapçıya göstərilməlidir. Bu vurulan qol. Ardından Şotlandiyalı qapçı texniki zonamıza doğru cumaraq bir peşkar futbolçuya yaraşmayan hərəkətlər elədi. Rəqib 9 nəfər qalıb. Başla zərbə. İmkan verməyək. Daha bir zərbə. Qapıdan zərbə olacaq. Yox. Hakim oyunu bitirir. Qazaxıstanlı referi. Təəssüf. Hesabda öndəydik. Qələbəyə çox yaxın idik, amma sonda hesabı bərabərləşdirməyə bacarır Şotlandiyalı futbolçular. Ağır oyun idi, amma bir idmançıya, bir futbolçuya yaraşmayan şəkildə Şotlandlar bugün bizə qarşı mübarizə apardılar.
Xəyal Əliyev də sonda təəssüf ki, qırmızı vərəqə görür. Sağollaşırıq.